Salam hörmətli YouTube və TikTok izləyicilərim. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində avtozavodda, yəni Cavadxan qəsəbəsində 4 sot torpaqda bir böyük salı, eyni zamanda 3 otaq olan, bax belə bir yarım tikili satılır. Hal-hazırda bax mən sizə deməli ölçülərini deyirəm, konkretni bu cürdür. Gördüyünüz kimi, yəni 4 tərəfdən 2 qat kubiklə hörülüb. Bax həmin hörgünü sizə göstərim. Kürsülü olmağını görürsünüz. Deməli bax bu zalın uzunluğu 9.20-dir. Eni isə 4.20-dir. Bax bu sağda olan birinci qapının ölçüsü, bax bu divarın arxası 5-in 4-dədir. Ondan sonra olan otağın ölçüsü 4-ün 4-dədir. İndi isə sol tərəfdə qapını görürsünüz. Bax orada da olan ölçü 4-ün 4-dədir. Burası mətbəxdir. Yenə də 4-ün 4-dədir. Bax bu barının, gördüyünüz barın arxasında isə hamam yerləşir. İndi isə mən sizə qaz və işıq xətlərini göstərirəm. Ətrafda yaşayış var. Navesin alt hissəsinin uzunluğu 13, eni isə 8 metrdir. Bax belə bir deməli yarım tikilinin qiyməti 36.000 manatdır qiymətində, mütləq razılaşma olmalıdır. Deməli bax bu yarım tikilidə, bu 4 sot torpaqda yeganə qalan, bax bu qalır. Bax bundan başqa heç nə qalmır. Yenidən bax bu bakı sizə göstərirəm. Ağbaqdır. İnsə bağçasına keçirəm. Bax belə bir yarım tikilinin qiyməti 36.000 manatdır qiymətində. Mənə deyilənə görə razılaşma olmalıdır. İnsə bağçasını göstərirəm. Gördüyünüz kimi 3 tərəfdən böyük hasarı var. 9 ədəd ağac növü var. Yenidən mən sizə bağçasını göstərirəm. Eyni zamanda bağça tərəfdən evin xarici görünüşünü görürsünüz. Deməli bu həyət evi harada yerləşir? Bu yarım tikili harada yerləşir? Gəncə avtomobil zavodunun üst tərəfində, təzə məhəllələrdə. Bundan başqa hal-hazırda Bakubusun 4-ün son dayanacağından, yəni Almarket olan yerdən, bax həmin kurukdan bu həyət evinə qədər olan məsafə 700 metr. Ancaq bu tərəfdən Tofiq Bağırov küçəsindən, yəni asfalt küçədən isə 500 metrdir. Yenidən mən sizə navesin alt hissəsini göstərirəm. Sənədi sərəncamdır, arxiv arayışı var. Bax belə sizlərə uğurlar.